Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Müqəddəs Quran-ı Kərimi yeni sadələşdirilmiş sürətli usulla anlama dərslərimizin davamını İsra surəsinin 81-ci ayəsi ilə başlayırıq. Və qul ca'al hakku və zəhəqəl batil. İnnəl batilə kana zəhuqa. De kul de ca'al hakku, hak geldi ve zehaqal batil, batil de yok oldu. İnnel batile kana zahuqa, şüphesiz batil yoxluğa məxluqdur. Bu növbəti kəlməmiz də burada vurğulanan el-hakku kəlməsidir ki, Quran-ı Kərimdə 247 dəfə təkrarlanır. Adətən bunu biz həqiqət kimi bilirik, ancaq bu söz geniş anlama malikdir. El-hak kəlməsi Cənab-ı Allah Taala'nın isimlərindən olub, sözün doğrusu, şübhədən uzaq, yəqinlik mənasında, inkarı mümkün olmayan, varlığı qəbul edilən Allah Taala'ya xas olan sifətləri etibar edir. Quran-ı Kərimdə müxtəlif mövzularda Quran, Peyğəmbər, İslam, qiblə, qiyamət, cənnət, cəhənnəm, haqq olduğu vurğulanır. Batilin ziddi olan haqq kəlməsi ümumiyyətlə sabit, doğru, varlığı müəyyən olan bir şeyə yəqinliklə inamın gerçək ifadəsi deməkdir. Və müxtəlif şəkillərdə Quran-ı Kərimdə istifadə olunur. Nur surəsi 25-ci ayə-i şərif. Yawmə izin yuvəffihimullahu dinəhumul haqq və ya'lemuna innallaha huvel hakkul mubin. Yawmə izin o gün yuvəffihimullah Allah verəcəkdir. Dinəhum onların cəzasını al-haqq haqq ilə və ya'lemuna və biləcəklər ki onlar innallah həqiqətən Allah huve o el-hakkul mubin açıq aşkar şübhəsiz olan haqdır. Həzə işarə əvəzliyidir. Bu işarə əvəzliyi 225 dəfə Quran-ı Kərimdə təkrarlanır. Ali İmran surəsi 51-ci ayə. İnnallaha rabbi və rabbukum fə'abuduhu həza sıratun mustaqim. İnnallaha həqiqətən Allah Rabbi Rabbimdir və Rabbukum sizin də Rabbinizdir və əbuduhu və ibadət edin ona həza bu sıratun mustaqim. Sırat yoldur, müstəqim də düz. Həzihi yine işarə əvəzliyidir. Bu işarə əvəzliyidir. Qadın cinsində istifadə olunur. Mömin surəsi 39-cu ayə. Ya qavmi innəma həzihi həyatud dünya mətəu və innəl əxirəti hiyə darul qərar. Ya qavm, ey qövmüm, innəma sadece olarak həzihi bu hayatı dünya hayatı metaun geçici bir zövqdür. Ve innel ahireti hakikaten ahiret şüphesiz ahiret hiye o darul qarar ebedi o qalacaq yurtdur. Zəlikə o işarə əvəzliyidir. 478 dəfə Quran-ı Kərimdə təkrarlanır. Naziyyat surəsi 39-cu ayə. Zəlikə yawmul haqqu fəmən şa'əttəxəzə ilə Rabbi məəbən. Zəlikə odur, yawmul haqq, yawm gün demək, haqq günü. Fəmən və kim şa'a dilərsə təxəzə tutar yolu ilə tərəf Rəbbinə məabən qayıtmaq üçün. Tilkə
İşarə əvəzliyi, o işarə əvəzliyidir. Qadın cinsində 43 dəfə Qurani Kərimdə təkrarlanır. Naziyyət surəsi 12-ci ayə. Qalu tilkə izən kərrətun xəsirətən. Qalu dedilər, onlar deyərlər, tilkə o, izən elə isə kərrətun dönüşdür, xasirətun ziyanlı, xusran sözündəndir. O da ziyan deməkdir. Həvlai bunlar 46 dəfə təkrarlanır. Bəqərə surəsi 31-ci ayə. Fəqalə ənbiuni bi isməi həvlai in kuntum sadiqin. Fəqalə dedi, ənbiuni mənə bildirin, bi əsmai ismi sözündür, adlı bilirik, adları həvlai bunların adlarını, in əgər kuntum sadiqin siz doğrusunuzsa. Və sonuncu kəlməmiz bu dərsdə ulaikə. Onlar 204 dəfə təkrarlanır. Bu da Bəqərə surəsinin 5-ci ayəsində. Baxaq. Ulaikə ələ hudən min rabbihim. Ulaikə onlar ələ üstündədirlər, yoldadırlar, hudən hidayət yolundadırlar, doğru yoldadırlar. Min dandan şəkilsi Rəbbihim, Rəblərinin, Rəbbi tərəfindən, öz Rəbləri tərəfindən doğru yoldadılar. İndi isə bu sözləri səslənmədən öncə deməyə çalışaq. Əl-Haqq bildik ki, gerçək, doğru, həqiqət. Həzə bu işarə əvəzliyidir. Həzihi bu qadın cinsində olan işarə əvəzliyidir. Zəlikə o işarə əvəzliyidir. Tilkə o qadın cinsində işarə əvəzliyidir. Həvlai bunlar və sonunda ulaikə onlar. Bununla da dərsimizdə sona çatdırdıq və Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Həmişə haqq ilə qalmaq diləyilə və səlam.